Azərbaycanla belə ən sıx şəkildə əlaqələrin qurulmasının əsas iki səbəbi var. Bir, Azərbaycan dünyanın 5 geopolitik, strateji geopolitik ərazilərdən biridir. Yəni tarix boyu Azərbaycan bütün dünya müharibələrində, bütün fətlərdə diqqət mərkəzi. Məsələn, Napolyon Rusiya hücum edəndə Azərbaycandan gəlib müqavilə bağlayıb Qacarlarla. O dərəcədə Azərbaycan və yaxud da 1-ci Şah Abbasın vaxtında Avropa ölkələrinin hamısı 1-ci Şah Abbasla əlaqə yaratır. Və yaxud da Abbas Mirzə ilə Avropa ölkələrinin böyük əksəriyyətinin əlaqələri olub. Yəni birincisi budur. İkincisi, Azərbaycanın bugün Avropa üçün tükənən o enerji qıtlığını aradan qaldırmaq üçün böyük perspektivlərin olmaz. Bu həm yaşıl enerjiyə aiddir, həm də ənənəvi enerjiyə aiddir. Bu baxımdan amma bir çox ölkədə ola biləsin ki, beləncə ciddi siyasi vasitələr var, amma ondan müvəffəqiyyətli istifadə edəcək, bacarığını istifadə edə bilməsən, nə sənin strateji mövqeyin, nə də sənin o imkanların demək olar ki, heç bir şeyə yaramaz. Bu baxımdan açığı demək lazımdır ki, İlham Əliyevin şəxsən özünün xarici siyasəti və bu dediyim Azərbaycanın imkanları həqiqətən də Azərbaycanı önəmli bir fiqura keçiribdir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi Azərbaycan Türkiyənin bir strateji müttəfiqidir. Bilirsiniz ki, Türkiyə bugün Avro-Atlantika Alyansında böyük bir çöküş başlayıb. Amerika artıq Avropa ilə ciddi konfrontasiyadır. Bunun yerini yalnız doldura bilər Türkiyə. Türkiyənin də əsas strateji müttəfiqlərindən biri Azərbaycandır və Tayyip Ərdoğanla Türkiyə ilə bağlı Avropanın uzun illərdir yanlış bir siyasəti var. Avropa Türkiyə əlaqələrinin yoluna qoyulmasında, nizamlanmasında fövqəladə İlham Əliyevin Azərbaycanın rolu var. Bir faktor budur. İkincisi, bilirsiniz, Azərbaycan həm də İsraillə strateji müttəfiqlikdədir. Yəni, İsrailin dünyada oynadığı rolu nəzərə alsa, Azərbaycanla sıx əlaqələrin olması Azərbaycanın önəmini də İslam dünyası üçün, eləcə də digər mədəniyyətlər üçün irəli çəkir, onun önəmində. Türk Dövlətlər Təşkilatının əsas fiqurlarından biri Azərbaycandır, bunu unutmaq olmaz. 8-dən üzvü Azərbaycan. İslam konferansının 8 üzvü oldu. Bu özü də böyük bir siyasi maliyyətdir. Yəni təsəvvür edin ki, az qala bir 30-40 müsəlman dövləti var, yalnız 8 oradadır. Azərbaycandan da qat-qat böyük İslam dövləti, Gürcü İslam dövləti orada təmsil olunmurlar. Evet. Yəni orada təmsil olunmağın özü dövlətin nüfuzunun bir göstəricisidir. Yəni açığı biz görürük ki, həm Azərbaycanın yerləşdiyi coğrafiya, siyasi coğrafiya, həm Azərbaycanın malik olduğu imkanlar, həm Azərbaycanın müttəfiqləri Azərbaycanı olduqca cəzb edici bir dövlətə çevirib. Və təbii ki, İlham Əliyev də bu məqamları çox yaxşı tuta bilibdir. Yerində, vaxtında, həm lazım gələndə İsrailin imkanlarına baxın, İsraildən, Amerikada yaşayan bir çox ravvin Trumpa müraciət ediblər ki, Azərbaycanla bağlı o 9-7-ci əlavə ləğv olunsun. Bəli. Baxmaq ki, orada erməni lobbisi də əksinə konqresmenləri, senatorları Azərbaycan əleyhinə qaldırır. Və yaxud da, məsələn, bu yaxınlarda Yahudilərin jurnalisti belə bir şey yazmış ki, Azərbaycan dünyada bəlkə də demək olar ki, bu bölgədə İsrailin ən yaxın müttəfiqidir və Yahudilərin özlərinin ən rahat hiss elədiyi ölkələrin biri Azərbaycandır. Heç təsadüf deyil, 9-cu əsrdə bizim ən böyük imperiyalarımızın birinin rəsmi dini İodizm olub da, bilirsən, Xəzərlər imperiyasının rəsmi dini Yahudilik olub. Bizim xalqımız bir şey bilməlidir. Biz 4 müxtəlif dini inançlarda olmuşuq. Tanrıçılıqda olmuşuq, Xristiyanlıqda olmuşuq. Albaniya dövləti vaxtında, ondan sonra biz Yahudi dinində olmuşuq, sonra İslamı qəbul etmişik. Bu da Azərbaycanlıların tarixinin düzgün dərk edilməsində səbəblərdən biridir. Məsələn, bugün ermənilər Alban kilsələrinə iddia edib tutaq ki, bizim tariximizi təhrif edirlər. Və yaxud da, məsələn, Xəzərlərin Yahudi dinində olmasını istifadə edib, onu bizdən əlaqəsi olmayan bir dövlət. Halbuki Ukrayna, Azərbaycan bir hissəsi, Dağıstan hamısı Xəzər imperiyasının tərkibində olub. Və bugün Ukraynada özündə onların türk kökənli olması heç kəsə şübhə törətmir. Hətta ondan ev dili var, o dil türk dilidir. 1000-ci ildə qadağan olub onlarda. Hətta mənim yadıma gəlir, Ukrayna kilsəsinin il dönümündə deməli, bütün dünya başçıları otururlar, orada çeşit dua oxuyur, qədim dua oxuyur. Bir nəfər onu başa düşür. Heç kəs başa düşmür.
O da kim olasanca? Türkiye. Türkiye'nin səfiri. Çünki Türkçədir. Təsəvvürlər qədim mətn. Eləcə də bugün matnlərdə saxlanan qədim deməli dini kitablar hamısı türk dilindədir. Hətta Abaviyan var, kilsə tədqiqatçısı. O deyir ki, mən təəccüblənirəm ki, nəyə görə qədim türk xristian kitablar hamısı türk dilindədir. Bu bilməyin ki, Albaniya türk dövləti olub. Ona görə də dildə türkdür. Din olub Bu baxımdan yəni Azərbaycanın həm böyük bir tarixi əlaqəsi olan dövlətlər var. Məsələn, Pakistan özü. Pakistanla Azərbaycanın strateji müttəfiq olması bizim əlimizi o dərəcədə gücləndirir. Biz Fransa kimi nüvə dövləti olan bir dövlətə meydan oxuya bilirik. Və yaxud da İlham Əliyevin düzgün xarici siyasət kursu olmasa bunlar olmaz. Ola bilməz. Digər bir məsələ, Avropa ölkələrinin özündə də İtaliya ilə və Almaniya ilə, o cümlədən Britaniya ilə Azərbaycanın müvəffəqiyyətli xarici siyasəti Avropadan bizə gələn bütün təzyiqləri neytrallaşmağa imkan verir. Məsələn, ona görə Fransanın heç bizə bir təsiri yoxdur. Və yaxud da Azərbaycanın... Hətta Macron deyir ki, Azərbaycan bizim daxili işlərimizə qarşı. Yəni, o səviyyədə Azərbaycan qəbul olunur, o gücü qəbul edilir. İmkanı da var, düzgün də addımlar, xüsusən bu antikolonial siyasətin aparılması ilə bağlı çox düzgün tutulubdur o şeydə. Ondan əl çəkmək olmaz. Fransanın özündə Demontural və 10 dənə separatist hərəkət var, 10 dənə. Baskılar var, nə bilim, Korsikallar var, nə bilim. Biz elə onların, Fransanın özündə onlara dəstək versə, Fransa daxılar. Hələ mən demirəm ki, o ada dövlətləri var, Afrika dövlətləri var və s. və s. Hər il Afrikanın istismarından Fransa 500 milyard dollar mənfəət götürür. Ancaq istismarına. 500 milyard dollar. Hər il. Və Fransızda Əlcəzairdə təsəvvür eləyin ki, 1 milyon adamı genosid ediblər. Hətta 60-cı illərdə demokratlar orada qalib gəlib parlament seçkilərində Əlcəzairdə səhər durublar 200 nəfər. Səhər durublar ki, hamısının başını kəsiblər. Fransızlar eləyib bunu. Yəni Fransanın həm də bu tarixi cinayəti, İslam dünyasına qarşı cinayəti İlham Əliyev çox müvəffəqiyyətli şəkildə onların erməniləri dəstəkləməsi neytrallaşmağı bacarır. Yəni bizi bir şeydə ittiham edəndə biz dərhal Fransanın özünün qanlı hadisələrini onun qabağına qoya bilirik. O cümlədən Rusiya ilə əlaqələri çox tarazlaşdırmış bir şəkildə deməli İlham Əliyev apara bilir. Əvvəlcə ilk baxışdan adam elə gəlir ki, bu elə Rusiya nə deyir, İlham Əliyev onu edir. Amma bir neçə nüansı məsələ demək istəyirəm. Bir Putinlə görüşlərinin birində Putin bu orta yolun şimal yolundan əvəz edilməsine bağlı bir söz attı ki, və bu bambı da sənin atan ki, filan eləyib, beşməşən eləyib. Elə gəl bu şimal yolu, 3 yol var da, Çindən cənub yolu var. Bamın tikilməsinin yubileyindəki iştirakçıda həmin fikir orada əslində basan o istəyirdi ki, İpək yolu Rusiyadan keçsin bam vasitəsilə və bütün Avropanı nəzarətdə saxlasın. İlham Əliyev elə bir müvəffəqiyyətlə ondan dedi ki, elə şimal yolu var, şimal-cənub yolu. Onu işlətsək, bu daha yaxşı olar. Və yaxud da, məsələn, Qazaxıstandakı görüşündə birbaşa jurnalistlərin içində dedi ki, bizim Qarabağla bağlı müzakirə etmə məsələmiz var. İlham Əliyevə söz çatan dedi ki, mən eləyək ki, Qarabağdan da ciddi məsələlər var, bizə lazımdır Rusiya-Azərbaycan əlaqələrini müzakirə eləyək. Qarabağ məsələsi əhəmiyyətli bir məsələ. Sətər bəy, buna da cəsarət lazımdır da. Yəni bu formatda cavab verə bilərsən. Siyasət, düzgün siyasət kursu aparmaq lazımdır. Leninin bir məşhur sözü var idi, İnqilab vaxtı deyirdi, bugün tezli, sabah gecə hücum edib qışlarını tutmaqla. Niyə? Menşeviklər Çara xəbər vermişdilər ki, bugün inqilab olacaq. Çar bütün qoşunu qış sarayının ətrafına doldurdu. Lenin bəyanat verdi ki, inqilab olmayacaq. Yalandı, böhtandı. Şah tam Çar arxain oldu ki, doğuda inqilab olmayacaq. Amma sabahsı gün kommunistlərin kütləvi repressiyası planlaşdırmışdı. Qoşunlar qışlaqaları qaytarıldı. Gecə ilə hücum elədi, gecə vaxtı qış sarayını tutdular. Bundan da inqilab qalib gəldi. Yəni, zamanlama məsələsi çox önəmlidir. Bu bir riyaziyyat deyil. Deyir ki, riyaziyyatda 2-dən 2, harda, necə, nə vaxt olmasının deyir 4 deyir. Amma siyasətdə 2-dən 2, o baxı yerinə, vaxtına, onu da deyə bilərsən ki, siyasət daha çox kvant fizikasının qanunlarına tabi olur. Bu baxımdan İlham Əliyevin bu mənada atdığı bir çox addımlar var ki, açıq deyim ki, mən o addımları ciddi şəkildə xüsusən Türkiyə ilə strateji müttəfiqliyi yüksək səviyyə qaldırması, Pakistanla əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi bizim, bilirsiniz, burada Azərbaycanın çox böyük dostlara
ehtiyacı var. Bu zaman dostu sen Hristiyanlardan da seçebilirsin. Ama bakın bizim iki tane mühim dostumuz içinde Müslüman devlet. Pakistan ve Türkiye. Bəli. Yani bu bakımdan Strateji müttəfiqlərimiz. Bəli. Müvəffəqiyyətli digər tərəfdən bir başqası elə belə müttəfiq seçməklə adam müttəfiq olmur. 400 il Pakistan Azərbaycan dövlətinin tərkib hissəsi olub bilirsiniz. Hətta 60-cı illərdə bir Azərbaycan Türkiyə Uran prezidenti olub. Bu gün də Pakistan'da 1 milyondan çox Azərbaycan Türkiyədə Qarabağdan köçüb Nadirin vaxtında, sonra Qacarın vaxtında, uzun Əfqanistan'da. Yəni Pakistanlılar, hətta Qacarı öldürəndə də Pakistanlılar olur, bilirsən də, can güdənləri Pakistanı puşlar. Onda gecə ilə də Allah bilir də Rusların oyuna gediblər, Qacarı öldürüblər. Yəni Pakistanla bizim elə bir ciddi tarixi əlaqələrimiz var ki, Pakistanlılar Azərbaycanın vətənləri kimi başa düşürlər. Çox təəssüf ki, Azərbaycan anlayışı Şimali Azərbaycanla məhdudlaşıb. Halbuki biz Azərbaycan deyəndə bütün Cənubi Azərbaycan, Xorasan, nə bilim, Qaşqayların yaşadığı ərazi və s. Onda Hatta İrəvan. Pakistanla biz qonşu yox. Yox, o Pakistanın qonşuluğu deyil. Yəni o baxımdan demək istəyirəm ki, Pakistanlıların Azərbaycanla tarixi bir yaxınlığı var və bu yaxınlıqda müasir siyasətdə çox önəmli rol oynuyor. Çünki niyə? Siyasətdə bir neçə faktor var ki, onlardan istifadə edə bilirəm. Bir, dini faktor var. Müsəlman qardaşıdır bu prinsipdən. İki, milli faktor var. Qan yaddaşı, eyni bir xalqı. Üç, tarixin, ümumi tarix. Ortaq mədəniyyət, ortaq tarix. Ortaq tarix. Yəni. Pakistanlılarla bizim 400 illik ortaq tariximiz var. Pakistan ərazisində baş verən heç bir hadisə Pakistanlılara aid deyil. Orada Türklər, Azərbaycan Türklərinin müharibələridir, istər Səfəvilər vaxtında, istər Qacarlar vaxtında, istər Əfşarlar vaxtında. Ona görə də Pakistanda biz onları tanıyıb, sevdiyimizdə daha çox onlar bizi tanıyır və sevirlər. Bunun özündən də siyasətdə, müasir siyasətdə istifadə eləmək olduqca önəmli bir şeydir. Digər bir məsələ, bu Rusların keçmiş SSR respublikalarından bağlı ən böyük narahatçılıqlarından biri tarixə kollektiv yanaşmadır. Ruslar belə hesab edir ki, Azərbaycandır, Ermənistandır, Gürcüstandır, Rusiyadır. Son 200 ilə eyni mövqedən nümayiş etdirməlidirlər. Amma İlham Əliyev açıq şəkildə Zəngəzur məsələsini Ruslar bizdən aldı verdi onlara. Və digər məsələlərdə artıq bu ölkədə baş verən hadisələrə Rusların gözü ilə baxmır. Nə Xocalıya, nə 20 yanvara, nə əsrin əvvəllərindəki soyqırımı. Bunun özü Rusiya ilə siyasətdə çox önəmli bir fərqlilikdir. Yəni biz artıq tarixə Ruslarla kollektiv baxışımız yoxdur. Bizim özümüzün bir baxışımız var. Türkiyə ilə Pakistanla kollektiv baxışımız var. Yəni bu baxımdan xarici siyasətdə çox böyük uğurlar var.